Hər kəsə salam. Bu videoda magistratura imtahanı üzrə hazırlaşanlar üçün DİM-in ingilis dili toplusundan tense forms, modal verbs bölməsinin testlərinin izahına baxaq. Başlayaq birinci testimizdən. As the train starts at 7 o'clock, I leave the house now. Cümləmizin zaman zərfi now'dur. Now indiki zamanı bildirir. Keçmiş zaman olan variantlar avtomatik A variantı çıxır, C variantı çıxır. I am afraid I'll be late. Deyir ki, saat 7-də qatar tərpənir. Mən indi evdən çıxmalıyam. Malı-məli deməliyik. Ona görə must olmalıdır. Çünki əgər çıxmasam gecikəcəm. Ona görə birinci tərəf olur must. I am afraid, mən qorxuram ki, mən gecikə bilərəm. I am afraid I can be late. Düzgün variantımız olur D variantı. İkinci testə baxırıq. If she follows the doctor's advice, she to skate again very soon. Very soon gələcək zamanı zaman zərfidir. Demək, biz gələcəyə uyğunlaşan bir modal fe'l seçməliyik. Baxırıq və nöqtədən sonra to işlənib. Can, could, bu ikisindən sonra to gəlmir. A variantı indiki zamandadır, A variantda çıxır. C və D variantı fərqi B yazılıb. C variantı düzgündür. Will be able to işlənməlidir. Will-dən sonra be işlənməlidir deyə D variantda səhvdir. Keçək üçüncü testimizə. The difficulty was that we to get a boat to cross the river. Nöqtələrdən sonra baxırıq. To işlənib. B variantı, Y variantı, C variantı çıxır. Çünki onlardan sonra to işlənməməlidir bu modal fe'lərdən sonra. A və D variantı isə biri inkar, biri təsdiqdir eyni modal fe'lin. Tərcüməyə əsasən yazırıq. Çətinlikdirsə deməli bir şey edə bilmirik ki, bu bizə çətinlik törədir. The difficulty was that we weren't able to get a boat to cross the river. Çətinlik bu çətin oldu ki, biz çay keçməyə qayıq tapa bilmədik. Keçək dördüncü testimizə. You look pale. Pale solğun deməkdir. Sən solğun görünürsən. You spend more time in the open air. Sən açıq havada çoxlu vaxt keçirməlisən. Solğun göründüyünə görə. Deməli, inkar variantlar çıxır. Çünki keçirməlisən deyir. A çıxır, D çıxır, Y çıxır. Will be able da özündən sonra to istifadə olunmalıdır. Ona görə də C variantı düzgün cavab. You should spend more time in the open air. Keçək 5-ci testimizə. 5-ci testimiz tense forms, yəni zamanlarla əlaqəlidir. Düzgün zaman uzlaşması yazmalıyıq. Deməli, necə yazırıq? İndiki zaman, indiki sadə zaman, indiki davam edici zaman, indiki bitmiş zaman və gələcək zamanla uzlaşır. Keçmiş zaman isə keçmiş sadə zaman, keçmiş davam edici zaman, keçmiş bitmiş zaman və keçmişə nəzərən gələcək zaman. Yəni would, bir də to be going to-nun keçmiş zaman forması, was, were going to bununla uzlaşır. Baxırıq əvvəlcə variantlara, variantlardan çıxış edirik, sonra keçək cümləmizə baxaq. Had known was kept. Hər ikisi keçmiş zamana aiddir, uyğun ola bilər. Bunu saxlayaq. B variantında knew keçmiş zaman, will keep indiki gələcək zamanda. Would keep olsaydı okeydir, düz olardı. Amma will keep olmaz. Keçmişlə gələcək uzlaşmır. B variantı çıxır. Knew keeps. Biri keçmişdir, biri indiki sadə zamandır. Yenə uzlaşmır. Knew would keep uzlaşır. Y variantında had known olur keçmiş bitmiş zaman, has kept olur indiki bitmiş zaman uzlaşmır. Və baxırıq, indi iki variantımız qalır fərqə. I had known my friend was kept his promise. Was kept passive voice formadır. Burada tərcüməyə uyğun gəlmir deyə A variantı çıxır. Qalır D variantı. I knew that my friend would keep his promise. Düzgün cavabımız olur D variantı. Altıncı testlə davam edirik. So much since I you last. Deməli, last keçmiş zamana aiddir. Last time, last week, last night keçmiş zaman zərfi hesab olunur. Ona görə də cümlədə aydan sonra biz yazmalıyıq keçmiş sadə zaman və since özündən since olan cümlə əgər zaman zərfi kimi istifadə olunursa, həmin cümlə olmalıdır indiki bitmiş zamanda. Bəzən də keçmiş bitmiş zamanda, amma mütləq şəkildə bitmiş zaman tələb edir özündən əvvəl. So much, baxırıq A variantında. Was happening,
Keçmiş sadədə olmaz. Is indiki zamanda. Düzgün cavab C variantıdır. So much has happened since I saw you last. Deyir, mən səni keçən dəfə görəndən bəri çox şey dəyişib. Çox şey baş verib. Happens olmaz. İndiki zamanda, will də gələcəkdə olmaz. Düzgün cavab C variantı. Keçək 7-ci testimizə. I my lessons. I to the cinema with my friend now. Deməli, now hansı zaman zərfidir? İndiki davam edici zaman. Baxırıq, ikinci tərəf indiki davam edici zaman götürməliyik mütləq. A variantı indiki bitmişdə çıxır, B variantı da bitmişdə çıxır, C də indiki bitmişdə çıxır, D variantı I'm going to the cinema with my friend. I have done my lessons. Düzgün cavabımız olur C variantı, Y variantı da çıxır. 8-ci testə baxaq. Did he explain the reason why he deməli, did varsa cümləmiz deməli keçmiş zamandadır. Keçmişə uyğun bir cavab yazmalıyıq. Did he explain the reason why he deyir ki, səbəb soruşur. Deyir, o səbəbini açıqlaya bildimi ki, o nəyə görə uzun müddətdir yazmır. Deməli, iki hadisə eyni vaxtda olmayıb. Bir hadisə digərindən daha əvvəl baş verir. İlk baş verən hadisə onun yazmamaqdır. Daha sonra o nəyə görə yazmadığına səbəb axtarır. İki hadisə də bir-birinə eyni zamanda olmayanda, biri digərindən əvvəl olanda bir hadisəni bitmiş zamanda, bir hadisəni sadə zamanda yazmalıyıq. Burada da keçmiş zaman var deyə biz digər hadisəni keçmiş bitmişdə yazmalıyıq ki, o ondan əvvəl baş vermiş olsun. Baxırıq, wasn't olmaz, davam edici zamandır. Doesn't indikidir, bu heç olmaz. C də indikidir, olmaz. D və Y variantları arasında qalırıq. Düzgün cavabımız D variantıdır. Bir active voice, bir passive voice-dur. Cümləmizə active voice uyğundur, passive voice uyğun deyil. Ona görə düzgün cavabımız olur D variantı. Keçirik 9-cu testimizə. We no gas or electricity since Monday. Since dedik ki, zaman zərfidir. İndiki bitmiş zamanın zaman zərfidir. Deyir ki, bizim bazar ertəsindən bəri nə qazımız, nə də işığımız var. Have been olmaz. Been olmaq deməkdir, olmaz. B variantında istifadə edə bilmirik. B variantı əsas fe'l olsa köməkçi fe'l yoxdur, köməkçi isə əsas fe'l yoxdur. C-də don't olmaz, Y də olmaz. Düzgün cavabımız olur D variantı. We have had no gas or electricity since Monday. Have olur indiki bitmiş zamanı köməkçi fe'li, had olur əsas fe'limiz. Sonra 10-cu testə baxaq. How long a car of your own? How long nə zamandır, nə müddətdən bəri? Bu mənada işlənilir. Daha çox əksər hallarda indiki bitmiş zamanda istifadə olunur. How long have you had a car of your own? Düzgün cavabımız A variantıdır. Baxaq nəyə görə digərləri səhvdir. How long do you have olmaz. Çünki indiki bitmiş zaman bir vəziyyətin, hadisənin keçmiş zamanda baş verməsini və nəticənin hal-hazırda göz qarşısında olduğunu bildirir. İndiki sadə zaman isə daha çox vərdişlərdə, gündəlik proseslərdə bu hallarda istifadə olunur. Ona görə D variantı çıxır. C variantı uyğun deyil. D variantında have ing ilə işlənmir. Y variantı da have you been a car olmaz. Have you had olmalıdır. 11-ci testə baxaq. Don't be nervous. Everything said the boy to his father. Baxırıq, everything packed fe'lini istifadə edirik. Don't be nervous, əsəbi olma, indiki sadə zamandadır. İndiki zamanı uyğunlaşdırmalıyıq. Əşyalar öz-özlərinə paketlənmir, biri tərəfindən paketlənir. Ona görə də passive voice istifadə etməliyik. Everything-də üçün şəxsin təkindədir. Baxırıq, harada passive voice var. A deyil, A aktivdir. B düzgün deyil. C aktivdir, D aktivdir. Düzgün cavabımız olur Y variantı. Everything has been packed. 12-ci testə baxırıq. He hurt his arm, so he worked all right. He to miss his lessons. Əvvəlcə baxırıq birinci cümləmizə. Cümləmizin zamanını tapaq. Hurt fe'li, hurt hər üç zamanda eyni formada yazılır. Belə fe'llərin hansı zamanda olduğunu bilmək üçün mübtədamıza baxırıq. Mübtədamız üçün şəxsin təkindədir. Bilirik ki, indiki sadə zamanda üçün şəxsin təkində fe'lin sonuna s-es artırılır. Burada da heç nə əlavə olunmayıb deyə biz aydın olur ki, bizə cümləmiz keçmiş sadə zamandadır. Və biz ona digər yerlərdə keçmiş zamana uyğun olan modal fe'li yazmalıyıq.
Bu belə. A və B variantı buna görə çıxır. Keçirik digər hissəyə. Ən sonuncu cümləmizə baxaq. He to miss his lessons. To prepositionu var nöqtələrdən sonra. Deməli, biz özündən sonra to tələb edən modal fe'l seçməliyik. Baxırıq C variantında will have to olmaz. Could la will heç bir-birinə uyğunlaşmır. D variantında da wasn't able to ilə işlənməlidir. Burada da to yoxdur deyə D də çıxır. Düzgün cavabımız olur Y variantı. He hurt his arm, so he couldn't work or write. He had to miss his lessons. Sonra baxaq 13-cü testimizə. He believed he passed the exam successfully. A variantımızı hələ ki saxlayaq. B variantında will be able. Able özündən sonra to tələb edir. Nə öz yanında var, nə nöqtədən sonra var. B çıxır. D variantında will be tələb edir. Will be able to olmalıdır. D də çıxır. Qalır digər variantlar. İndi onları bir-bir çıxdaş edək. He couldn't believe he can pass the exam successfully. Bu olmaz nəyə görə? Bir tərəf keçmiş, bir tərəf indiki zaman olmaz. Bir-birinə uyğun olmalıdır. Ona görə A variantımız çıxır. C variantında da have to yox, has to olardı. C də çıxır. Düzgün cavabımız olur Y variantı. He couldn't believe he would be able to pass the exam successfully. O inana bilmirdi ki, o imtahanı uğurla keçsin. Baxın, would be able to. Couldn't keçmiş zamandır. Would be able to da keçmişə nəzərən gələcək zamandır. Sonra 14-cü testimizə baxırıq. As it was holiday, Jake studied much last evening, so he watched the animated cartoon on TV. Deməli, tətil idi. Tətil olduğuna görə də yəqin ki, o az dərs oxuyar, daha çox cizgi film izləyər. Əvvəlcə çıxdaş edək variantlardan. Baxaq. Heç bir nöqtədən sonra to istifadə olunmuyor. A variantımız çıxır. Çünki have özündən sonra to tələb edir. A çıxdı. Sonra D variantımız da çıxır. Y variantımız da çıxır. Çünki özlərindən sonra onlar to tələb edirlər. İndi baxaq cümləmizə. As it was holiday, Jack didn't have to study much last evening, so he could watch the animated cartoon on TV. Tərcüməyə uyğun olaraq bunu yaza bilərik. O dünən axşam çoxlu dərs oxumalı değildi. Buna görə də o cizgi filmə izləyə bilərdi. C variantı da uyğun gəlmir. Həm tərcüməyə uyğun gəlmir, həm də must had to olmalıydı orada must'ın əvəzinə. Must keçmiş zamanda istifadə olunmur. Düzgün cavabımız olur B variantı. Keçək 15-ci testimizə. We work no longer. We to have a rest. Baxırıq no longer. No longer cümlədə onsuz da inkarlıq bildirir. Ona görə no longer olan cümlədə inkara ehtiyac yoxdur əlavə. A variantı, Y variantı çıxır. We can work no longer. Biz çox işləməyə bilərik. We must'dan sonra to gəlməz. Baxın, burada to var. D də çıxdı, B də çıxdı. Can'dən must'dan sonra to gəlməz. Düzgün cavabımız olur C variantı. We could work no longer. We had to have a rest. Sonra 16-cı testimizə baxırıq. There were so many people that Linda noticed anyone she knew. Cümləmiz keçmiş zamandadır. Keçmiş zamana uyğun bir modal fe'l yazmalıyıq. C variantımızı çıxaraq, o keçmişə uyğun deyil. Wasn't able, nöqtədən sonra to gəlməyibdir. A variantda çıxır. Wasn't able to tələb edir. Sonra B variantı da was not able to olmalıdır. B də səhvdir. Qalır D və Y variantı. İndi baxaq. Cümləmiz inkarda olmalıdır. Çünki burada anyone var. Anyone inkar cümlədə işlənir. Ona görə düzgün cavabımız olur Y variantı. There was so many people that Linda wasn't able to notice anyone she knew. Sonra keçək 17-ci testimizə. When leaving the hotel, everybody paid the hotel bill. Oteli tərk edəndə hər kəs otelin çekini, pulunu, ödənişini ödəməlidir. Bu bilinən bir qanundur, ödəməlidir. Malı məli ilə mustla istifadə edirik. Sonra keçirik 18-ci testimizə. You really stop driving so fast or you will have an accident. Burada da
tərcüməyə uyğun edirik. Deyir ya qəza törədəcəksən, ya da çox bərk sürəndə maşını, həqiqətən də bərk sürəndə dayandırmalısan. Stop driving so fast. Ya bərk sürməyi dayandırmalısan, ya da qəza törədəcəksən. Burada D variantı olur, must olur. Nəyə görə desəz ki, had to olmur? Çünki you will have gələcək zamana aiddir. Ona görə digər variantlar olmur. Həm də tərcüməyə uyğun gəlmir digər variantlar. Sonra 19-cu testimizə baxaq. The sportsmen rest a little because they were so tired that they woke. Cümləmiz keçmiş zamana uyğundur. Deməli, onlar yorğundular, çünki onlar yorğundular. Deməli, onların istirahətə ehtiyacı var. İstirahət etməlidirlər. Birinci tərəf olmalıdır, təsdiqdir. Birinci tərəf inkarda olan variantlarımıza çıxaq. The sportsman və keçmiş zamanda yazmalıyıq. Had to. The sportsman had to rest a little because they were so tired that they couldn't walk. Deyir ki, idmançılar biraz istirahət etməlidirlər, çünki onlar yorğundular və yeriyə gəzə bilmirlər. Düzgün cavabımız olur D variantı. A niyə olmur? A tərcüməyə uyğun gəlmir. Y variantında isə cümlə keçmiş zamanda olmalıdır. Y variantı indiki zamandadır. Ona görə uyğun gəlmir. Keçək 20-ci testimizə. The young man earn enough money for living, so leave the city. Baxırıq, deməli, cavan kişi, cavan oğlan yaşayış üçün ya kifayət qədər pul qazanır, şəhəri tərk etməməlidir, ya da kifayət qədər pul qazanmır, şəhəri tərk etməlidir. İki tərəf bir-birinə əksdir. Bir tərəf təsdiq, bir tərəf inkarda olmalıdır. A variantımız çıxır. Baxaq B variantına. B variantına baxa bilmirik. Niyə baxa bilmirik? Çünki didn't have var. Nöqtədən sonra he leave the city. To yoxdur. Ona görə o to tələb edir. B variantımız avtomatik çıxdı. Baxaq C variantına. The young man couldn't earn enough money for living, so he had to leave the city. Düzgün cavabımız elə olur C variantı. Deyir ki, kifayət qədər yaşayış üçün pul qazana bilmirdi. Buna görə də o şəhəri tərk etməli idi. D variantı uyğun gəlmir tərcüməyə görə. Y variantı da eyni şəkildə uyğun gəlmir. 20-də düzgün cavabımız olur C variantı. Keçək 21-ci testimizə. Yesterday I finished this novel. I simply read such a thick book in a day. Yesterday keçmiş zamanda biz deməli keçmiş zaman istifadə etməliyik. Y variantımız çıxır. A variantında wasn't able. Nöqtədən sonra to gəlməyib, able-ın yanında to yoxdur. Ona görə A-da çıxır. D variantı eyni şəkildə çıxır. Qalır B və C variantı. Yesterday I couldn't finish this novel. Dünən mən bu əsəri bitirə bilmədim. Keçmiş zamanda yazmalıyıq. Ona görə olur B variantı. I wasn't able to read such a thick book in a day. Can't, couldn't ikisi gəlməz bir cümlədə. Həm də biri keçmiş, biri indikidir. Sonra 22-ci testə baxaq. We do something about it before it's too late. Cümləmiz indiki zamanda yazmalıyıq. Deyir ki, biz nəysə gec olmamışdan əvvəl şey etməliyik. Deməli, cümləmiz olur təsdiqdə. İnkarlar çıxsın, A çıxsın, B çıxsın, D çıxsın. Shall be able to olmalıdır. Y də çıxır, qalır C variantı. Sonra 23-cü testə baxaq. The girls go home by taxi because their bags were so heavy that they lift them. Bayaqki test kimidir. Bu da eyni formadadır, forma etibarilə. Baxırıq, were var, cümləmiz keçmiş zamandadır. Keçmişə uyğun yazmalıyıq. The girls veşləri ağır olduğuna görə və qaldıra bilmədiklərinə görə onlar taksi ilə getməli idilər. Birinci tərəf olmalıdır keçmiş zamanda və təsdiqdə. Had to olar. B variantı must çıxsın, C variantı çıxsın, D variantı da çıxsın. Qalır A və Y variantı. The girls had to go home by taxi because their bags were so heavy that they A variantı olmaz. Able özündən sonra to tələb edir. Düzgün cavabımız olur Y variantı. That they couldn't lift them.
Sonra keçək 24-cü testimizə. We repair the car ourselves, so we take it to the repair station. Bir tərəf təsdiq, bir tərəf inkarda olmalıdır. Repair nədir? Maşını təmir etmək. Deyir, biz özümüz maşını təmir edə bilmədik. Bilmədiklərinə görə aparıblar yenidən təmir məntəqəsinə. Birinci tərəf olur inkar, ikinci tərəf olur təsdiq. Tərcüməyə əsasən yazırıq. We couldn't repair the car ourselves, so we had to take it to the repair station. Düzgün cavabımız olur A variantı. Baxaq digərləri niyə uyğun gəlmir. Gələcək zamanda istifadə edə bilmərik. Həm də able özündən sonra to tələb edir. C variantında da able özündən sonra to tələb edir. D və Y variantında da have to, had to inkarı özü ilə düzəlmir. Hansı zamandadırsa, həmin zamanın köməkçi feili ilə düzəlir. Sonra keçək 25-ci testimizə. Nobody explained his absence and the police find out anything about it. Nobody özü inkarlıq bildirir deyə, nobody'nin mübtəda olduğu cümlədə və ya tamamlıq olduğu cümlədə, yəni bu əndə qədər olan hissədən söhbət gedir. O cümlədə əlavə inkarlıq yazmır. Ona görə A variantımız çıxır və A variantımız çıxır. Sonra Y variantı çıxır, was able to olmalıydı. Qalır B, C, D. The police find out anything. Anything deməli o deməkdir ki, cümlə inkardadır. Ona görə aren't able to ikincisiyə baxırıq. To gəlməlidir. B çıxır. Qalır C və D. The police həmişə cəmdə olan isimdir. Özündən sonra cəm xəbər tələb edir. Ona görə düzgün cavab olur C variantı. Policeman, police officer. Onlar policeman olur, policeman. Police officer olur, police officers. Onlar tək və ya cəmdə istifadə edə bilirik. Amma the police ümumi polislərdən söhbət gedir. Həmişə cəmdə olur və özündən sonra cəm xəbər tələb edir. Belə. Keçək 26-cı testə. Though it was already late, we go to the library as we find the book we needed. Baxmayaraq ki, artıq olduqca gec idi. Cümləmiz keçmiş zamandadır. Seçirik keçmiş zamana aid olan modal feilləri. A variantımız çıxır. D variantımız da çıxır. Y variantımız da çıxır. Qalır B və C variantı. We had to go library as we could find or couldn't find the book we needed. Tərcümə edirik. Deyir, baxmayaraq ki, biz gec vaxtda kitabxanaya getməli olduq, amma biz ehtiyacımız olan kitabı tapa bilmədik. We couldn't find. Sonra 27-ci testə baxaq. Wait a little, biraz gözlə. Yet indiki bitmiş zamanın bəzi hallarda keçmiş bitmiş zamanda istifadə olan zaman zərfidir. Yet cümləmizin sonunda gəlir, bitmiş zaman tələb edir və inkarda olan bitmiş zaman tələb edir. Wait a little, biraz gözlə, deyir o hələ ağlını toplamayıb, fikrini toplamayıb. He hasn't made up his mind yet. Düzgün cavab 27 olur, B variantı. 28-ə keçək. You can't speak to the chief. He business letters, which today we about 10 letters. Deməli, gəlin bir dənə bu letters-dən olan hissə, yəni ikinci hissəyə baxaq. İkinci letters cəmdə olan isimdir. Which-dən sonra da gələn xəbər özündən əvvəl gələn isimlə uzlaşır. Və məktublar öz-özlərinə qəbul olunmur. Birisi tərəfindən qəbul olunur. Yəni, ikinci hissəmiz olmalıdır. Cəm xəbər və passive voice formasında. Were received saxlayaq. B variantımız çıxır. Have received olmaz. Have been received olar. C qalsın. D təkdədir çıxır. Y də active voice çıxır. Qalır A və C variantı. Baxırıq. Üçüncü hissəyə. Birində were received yazılır. Bir də have been received yazılır. Were received olmaz. Çünki bizim artıq cümləmiz indiki zamana aiddir. İndiki zamandan bir şey yazılmalıdır. Ona görə də A variantı da çıxır. Eyni şəkildə reads were received olmaz.
Ona görə də düzgün cavabımız olur. C variantı həm də will-dən sonra passive voice yox, active voice gəlməlidir. 29-cu testə baxaq. After Helen, the new theme, she, the essay without a single mistake. Deməli, afterdan sonra cümlə after və before ilə birləşirsə, bir hadisə digərindən daha əvvəl baş verdiyi və ya daha sonra baş verdiyi göstərilir. Əgər hadisə indiki zamanda baş verirsə, ondan bir əvvəlki zaman indiki bitmiş zaman hesab olunur. Keçmişdə baş verirsə, bir əvvəlki zaman keçmiş bitmiş zaman hesab olunur. Burada yəni afterdan sonra after Helen had studied the new theme, she wrote the essay without a single mistake. Deməli, birinci bu adam, Helen, öyrənir yeni mövzunu, daha sonra yazır esseyi. Deməli, mövzunu öyrəndiyi zaman, esseyi yazdığı zamandan bir zaman əvvəl baş verir. Yəni, keçmiş bitmişdə öyrənib mövzunu, keçmiş sadə zamanda esseyi yazıb səhvsiz. Düzgün cavabımız olur, ona görə A variantı. B olmaz, Helen studies olmalıdır. C olmaz, tərcüməyə uyğun gəlmir. Gələcək zamanda öyrənəcək, sonra yazacaq, uyğun deyil. Və afterdan sonra olan hissə, elə bir ki, vergülə qədər olan hissə birinci baş verib deyə keçmiş zamana onu yazmalıyıq. Has had olmaz, studied has olmaz. Düzgün cavabımız olur A variantı. 30-cu testə baxırıq. When Nick home tired that afternoon, his mother him a letter. Əksər hallarda cümlələrimiz when və ya while conjunction ilə bağladısa bağlanırsa, hər iki zaman hər iki tərəf eyni zamanda baş verir və ya biri davam edici, biri həmin sadə zamanda baş verir. Nick evə girəndə, evə yorğun gələndə bu günorta anası ona məktub verdi. O girdi, o verdi. İkisi də eyni anda baş verir. Ona görə də düzgün cavabımız seçməliyik. İkisi də sadə zamanda. Comes olmalıydı. Bu heç olmaz. A variantımız buradan çıxsın. B variantı düzdür. When Nick came home tired that afternoon, his mother gave him a letter. C olmaz. Eyni zamanda baş verib. C'də artıq biri digərindən daha əvvəl baş verib. D, when-dən sonra will gəlmir. Olmaz. Came, has given, biri indikidir, biri keçmiş olmaz. Düzgün cavabımız olur. Nə variantı? B variantı. Sonra. This house before I came to live here. Came hansı zamanda? Keçmiş zaman. Deməli, before-dan əvvəlki hissə keçmiş, bitmiş zaman olmalıdır. Və ev öz-özünə tikilmir, evin kimsə tərəfindən tikilir. Ona görə düzgün cavabımız olur A variantı. Passive voice olmalıdır və keçmiş, bitmiş zaman olmalıdır. 32-ci testə baxırıq. He tired, he a lot of work and trouble that day. That day bitmiş zamandan zaman zərfidir. Baxırıq, hansı bitmiş zaman var burada. İkinci tərəfə bitmiş zaman seçməliyik. Və elə biz bitmiş zamandır ki, birinci hissə he is tired deyiriksə, ikinci tərəf olmalıdır. Keçmiş bitmişdə he was tired indiki bitmişdə he was tired deyirsə, keçmiş bitmiş olmalıdır ki, uzlaşma olsun. Baxırıq. He is tired. He has a lot of work. Bu düzgün deyil. He has have olsaydı düz olardı. He was tired. He had a lot of work and trouble that day. Bu düzgündür. Baxaq, C variantı düz deyil. Have was has olmaz. Was hasn't olmaz. Is, will have olmaz. Düzgün cavabımız olur B variantı. Keçək 33-cü testimizə. He, his eyes, to look around and hard for some time trying to remember what to him. And-lə birləşən cümlələr əksər hallarda sadə zaman olur və eyni zamanda olur. Baxırıq, A variantı eynidir, saxlayaq. Hər bir zaman eynidir. Baxırıq digər hissələrə. What had happened? What had happened? Passive voice-dur. Passive voice olmaz. Bir hadisə öz-özünə baş verir. Ona görə A variantı çıxır. B də passivdə çıxır, C də passivdə çıxır. D variantı uyğun deyil. Will happen olmaz. Keçmiş zamanda digərlər. Keçmişə nəzərən gələcək olmalıydı. D də çıxır. Düzgün cavabımız olur. Y variantı. Opened though had happened. 34-cü testə baxırıq. Two new experiments this year.
Bayaq dedik ki, this year, that year, onlar indiki bitmiş zamanın, ümumiyyətcə bitmiş zamanın zərfidir. This year, two new experiments have been carried out this year. İndiki zamanın bu ildən söhbət gedir. Bu ildə bitməyib hələ. Ona görə indiki bitmiş zaman zərfi hesab olunur burada. A variantı düzdür. Two new experiments have been carried out this year. 35-ci testə baxırıq. Bill informed me that he tickets yet, but he them after classes. Aha. Bill mənə bildirdi ki, informed deyə biz dedik ki, yet bitmiş zaman zərfidir və inkar tələb edir. İnkar tələb edir deyə B çıxır. Bitmiş zaman yazılmalıdır. S də çıxır. Aha. Baxırıq A, D, Y variantlarına. Informed deyə biz digər hissəni keçmiş bitmişdə yazmalıyıq. Düzgün cavab olur A variantı. Bill informed me that he hadn't bought tickets yet, but he would buy them after classes. Would buy da keçmişə nəzərən gələcək zaman hesab olunur. Sonra 36-cı testə baxırıq. Neither the students nor their teacher. Dedik ki, əgər mübtədamız nazinola bağlanırsa, xəbər mübtədaya yaxın özünə yaxın olan mübtəda ilə uzlaşır. Yəni öz yanındakı mübtəda ilə. Burada da uzlaşacaq their teacher-dir. Their teacher təkdədir. A çıxır, S çıxır. Neither özü inkarlıq bildirdiyinə görə artıq cümlədə inkara ehtiyac yoxdur. B də çıxır. Was birincisi olur was excited when they were heard passive voice-dur. Tərcüməyə uyğun gəlmir. Yəni düzgün struktur deyil. Onlar eşidiləndə yox. When they heard the news. Düzgün cavabımız olur Y variantı. Sonra 37-ci testə baxaq. We our sunshades because we knew it hot. Sunshades günəş çatırıdır. We new var. New o deməkdir ki, cümlələrimiz keçmiş zamana aid olmalıdır. Keçmiş bildirməlidir. A variantı çıxır, B variantı çıxır. Had taken will be olmaz. Keçmişə nəzərən gələcək. C də çıxır, D də çıxır. Bunlar hər birində gələcəyə aid bir şey var. Hər birində will be var. Burada will be olmaz. Əgər cümlə keçmişdədirsə. Düzgün cavabımız olur Y variantı. We took our sunshades because we knew it would be hot. 38-ci testə baxırıq. You learn many useful things if you this circle. Aha, sən deyir, əgər burada sən bu circle-da iştirak etsən, sən çox şey əldə edəcəksən. If-dən sonra gələcək zaman edə bilmərik. B variantı çıxır, C variantı çıxır, Y variantı çıxır. Qalır A və D variantı. Olsan edəcəksən. Ona düzgün cavab olur D variantı. Gələcək zamana aiddir. Olsan edəcəksən. 39-a baxaq. I Bill today, but he married that he back for lunch. Today indiki bitmiş zamanın göstəricisidir. Zaman zərfidir. Ona görə C çıxır. Aha, hər iki digərləri qalsın. But varsa bir tərəf təsdiq, bir tərəf inkar qarşı-qarşıya qoyulur. A variantına baxaq. Haven't seen, told, will be. Told olan yerdə will be olmaz. Keçmişə nəzərən gələcək olmalıdır. A çıxır. Have seen, told, won't. Bu da düzgün deyil. Burada əsas feil yoxdur. B də çıxır. C çıxmışdı. Qalır D və Y variantı. I haven't seen Bill today. Mən Bill'i bugün görməmişəm. Deməli, bu oldu bizim ayrı bir cümləmiz. Sonra, but he told Mary that he would be back for lunch. Artıq bu cümlə that-dən əvvəlki və sonraki cümlə bir-birinə bağlıdır. Ona görə zamanları uzlaşmalıdır. Has been ilə told-un zamanı uzlaşmır deyə düzgün cavabımız olur Y variantı. Baxaq 40-cı testimizə. Don't be late if you are tutaq ki olsun. If-dən sonra will gəlməz. A variantı, B variantın, C variantın, Y variantını çıxar. Qalır A və D variantı.
If you are late, you will never see me again. D variantı olmaz. Niye? Are going to. To be going to'dan sonra to be going'dan sonra to gəlməlidir. Burada to verilməyib. Düzgün cavabımız 40-da olur A variantı. Don't be late. If you are late, you will never see me again because I am going to leave you forever. Baxaq 41-ci testimizə. Let those who against the contract. Who özündən əvvəl gələn isim whose olduğuna görə cəmdə, ona görə cəm olmalıdır xəbərimiz. Is çıxdı. A variantımız getdi. Contractdan sonra gələn xəbər də whose-la uzlaşmalıdır. Whose cəmdədir deyə waits olmaz. Waiting ing to be-siz olmaz. To wait olmaz. Sadə xəbər olmalıdır. C variantı. Let those who are against the contract wait. Deyir ki, kontraktda əks olan insanları gözlət. Çalış ki, gözləsinlər. 42-ci testdə baxaq. The fog until there a wind. Aha. Duman baxaq variantlara. A, B variantını saxlayaq. Shan't be cleared. Duman kimsə tərəfindən təmizlənmir, öz-özünə təmizlənir. Ona görə passive voice ehtiyac yoxdur. Ona görə C variantımız çıxır. Won't-la was olmaz, didn't-la will olmaz, çıxdı. Qalır A və B variantı. Artıq buna baxırıq. The fog won't clear until there is a wind. The fog won't clear until there will be a wind. Until-dən sonra will işlədə bilmirik. B-də çıxır. Düzgün cavabımız olur A variantı. The fog won't clear until there is a wind. Sonra baxaq 43-cü testimizə. She said it time for a holiday. Said varsa keçmiş zaman yazmalıyıq. As she any for a year. Aha. For da indiki bitmiş zamanın və ya keçmiş bitmiş zamanın zaman zarfı, yəni bitmiş zamana aid. Baxırıq, cümləmiz keçmiş zamandadırsa, said yazılıb burada. Orada elə keçmiş bitmiş zaman istifadə etməliyik. Sorry. Aha, baxaq. She said it was time for a holiday. Y variantı çıxır. As she deyir ki, o dedi ki, tətil zamanında. Çünki o bir ildən bəridir ki, bir ildir ki, tətil etmir. Ona görə deyib yəqin ki, had olmaz, tərcümə uyğun gəlmir. Hadn't özündən sonra əsas feil yoxdur. B variantı hadn't have olmaz, hadn't had olmalıdır, past participle olmalıdır. Düzgün cavabımız olur D variantı. It was time for a holiday as she hadn't had any for a year. Sonra 44-cü testə baxırıq. Wednesday in Moscow the rain but a strong wind. Aha. When-dən sonra will olmaz. Yəni A variantımıza çıxaq buradan. Wednesday arrives olmaz. Baxaq digərlərinə. Wednesday arrived, tutaq ki, C variantına baxaq. Wednesday arrived in Moscow. Moskvaya çatanda the rain had stopped. Artıq dayanmışdı. Gedirik görürük ki, hadisə dayanıb, bitib. Deməli, bu olur bitmiş zaman. Əvvəl yağış bitib, sonra biz Moskvaya çatmışıq. Deməli, rain had stopped. D variantı çıxsın. But a strong wind. Amma hal-hazırda görürük ki, külək əsir. Bunu davam edir. Ona görə də bunda davam edəcək yazmalıyıq. Düzgün cavabımız olur C variantı. When they arrived in Moscow, the rain stopped, but a strong wind was blowing. Deməli, Moskvaya çatdıq. Biz çatmamışdan əvvəl yağış kəsdiyinə görə onu yazırıq bitmiş zamanda. Biz çatanda külək hələ də əsdiyinə görə onu da yazırıq davam edici zamanda. Sonra 45. If you slowly some of your words
Deməli, əgər desən yavaş danışmasan, sənin bəzi sözlərin anlaşılmaz. Söz də öz-özünə yox, bir tərəfindən anlaşılmadığına görə yazmalıyıq ikinci cümləmizi passive voice-də. Baxırıq passive voice A variantı passive deyil çıxır. Digər variantlar hər biri passivdir. A, B, C passivdir. Will be understand yox. Will plus be plus past participle gəlməlidir. D ilə Y də ona görə çıxır. Understood olmalıdır. Qalır B və C variantı. If-dən sonra da will gəlməz. Ona görə düzgün cavabımız olur B variantı. Baxaq 46-cı testdə. Neither the guide nor the tourists around. Dedik ki, xəbərimiz öz yanına, özünə yaxın olan mübtəda ilə üzləşir. Tourist cəmləri deyə biz yazmalıyıq cəm xəbər, is çıxır, was çıxır. Notlar da buradan çıxır, S və Y də çıxır. Çünki neither onsuz da özü inkarlıq bildirir. Ona görə də düzgün cavabımız 46 olur. D variantı. Neither the guide nor the tourists were seen around. Sonra baxaq 47-ci testimizə. If pollution, a lot of animals of it. Baxaq, əgər pollution, çirklənmə kontrol edilməsə, çoxlu heyvanlar öləcək. If-dən sonra vir gəlmir, D-yə çıxsın. Tərcüməyə uyğun olaraq C variantı uyğun gəlmir. Kontrol edilsə öləcək, yox, edilməsə öləcək. B variantında da ikinci tərəf belə düzgün deyildi. Edilməsə ölür, yox, edilməsə öləcək. Ondan asılı deyə A variantı düzdür. If pollution isn't controlled, a lot of animals will die of it. Davam edək 48-ci testimizlə. The busiest day I recently last Friday. Last Friday baxırıq, hansı zamanda keçmiş sadə zaman. Deməli, ikinci cümləmizin ikinci nöqtələrin yerinə keçmiş zaman qoyuruq. B variantımızı çıxaq. Recently, lately keçmiş, indiki bitmiş zaman zərfidir. Ona görə də birinci hissəmizə də qoyuruq indiki bitmiş zaman. Was having keçmiş davam edici çıxır, C çıxır, Y çıxır. Düzgün cavabımız 48-də olur, D variantı. Have had keçmiş, indiki bitmiş zaman zərfi recently olduğuna görə have had olur. Last Friday-də last Friday-yə görə də was yazırıq. 49-cu testə baxırıq. Mike as a clerk, an actor and a teacher before he a producer. Deməli, əvvəlcə clerk, aktor, teacher olub. Sonra producer olub. Deməli, birinci cümləmiz before-dan əvvəlki cümlə, before-dan sonraki cümlədən bir zaman əvvəl baş verib. Baxırıq A variantımıza. Has worked, become olmazdı, becomes olardı, A çıxır. Had, would olmur. Biri keçmiş bitmiş olmalıdır burada. Düzgün variant C variantıdır. Had worked as a clerk, an actor and a teacher before he became a producer. C variantı düzdür. D ümumiyyətcə düz deyil, Y də düzgün deyil. Sonra 50-ci testə baxırıq. By the time I home my parents bed. Deyir ki, mən evə gələndə mənim valideynlərim artıq çarpayıya getmişdilər. Mən gəldim, gördüm ki, artıq valideynlərim çarpayıdadılar. Onların çarpayıya getməyi birinci baş verir, sonra mən gəlirəm. Biri bitmiş, biri sadə zamanda olur cümlənin. Baxırıq. A variantımız düzgün variantdır. By the time I got home, my parents had gone to bed. Düzgün cavab A variantı. Baxaq digərləri niyə səhvdir. B variantı səhvdir, çünki mən evə gələndə by the time I had got home bu düzgün deyil. Həm zaman zərfinə uyğun gəlmir, həm də tərcüməyə uyğun gəlmir. Shall, will olmur. Burada was getting, evə gəlmə, getting davam edici bir zamanda işlənən feil deyil. Bir şey ya edirik, ya etmirik, ya gəlirik, ya gəlmirik, ya əldə edirik, ya etmirik. Bu da düzgün deyil. Eyni zamanda da istifadə oluna bilməz. Biri birindən daha əvvəl və ya sonra baş verir. 51-ci testə baxırıq. Okay. The boys this morning. Dən baxaq cavablara. Y variantımız çıxsın. Çünki did və see olmaz. Did you see olardı.
digərləri hələ ki uyğundur. Baxaq digərinə. Yes, I them a few minutes ago. Ago keçmiş zaman zərfidir. Deməli, ikinci tərəfdə olmalıdır keçmiş zaman. Have seen olmaz, indiki bitmişdi. I'm going to meet olmaz. Have met olmaz. Düzgün cavabımız olur D variantı. Diqqətlə yazsaq əslində çıxdaş edərək. Təbii ki, öz savadımıza uyğun olaraq, ona əsaslanaraq, dəqiq faktlara əsaslanaraq düzgün çıxdaş etsək, sonu düzgün cavab onsuz da qalır. Egoya görə met yazdıq. They were walking for a walk in the mountains. 52-ci testə baxaq. I opened the window. The rain, but the wind. Deməli, bir-birinə qarşı qoyulur. Deyir ki, mən pəncərəni açdım. Söhbət keçmiş zamandan gedir. Deməli, digər hissədə keçmiş zamanda olmalıdır. Mən pəncərəni açdım. Yağış dayanmışdı, amma külək hələ də əsirdi. Baxırıq. Has olmaz. I opened the window olsaydı, has olardı. Amma opened deyir, keçmiş zamandan danışır. The rain had stopped, but the wind was blowing. Düzgün cavab olur B variantı. S olmaz. Stop davam edici istifadə oluna bilmir. Bir şey ya dayanır, ya davam edir. Dayana qalmır ki. Ona görə S variantı olmur. D variantı da keçmişdə, indiki zamanda da biri olmur. Y-də uzlaşma olmur. Düzgün cavab olur B variantı. 53-cü testə baxırıq. Yesterday hansı zamanda? Keçmiş, sadə zaman. Ona görə keçmiş yazmalıyıq. C variantı, D variantı çıxır. Yesterday I bought a new watch because my old one. Deməli, birinci tərəf keçmişdədirsə, ikinci tərəfi ona uyğun yazmalıyıq. Deyək ki, dünən mən yeni saat aldım. Çünki mənim köhnə oğurlanmışdı. Deməli, keçmiş zamanda bu əvvəl oğurlanıb, sonra alıb. Oğurlanmaq almaqdan daha əvvəlki zamanda baş veribdir. 53-də düzgün cavabımız olur A variantı. Və öz-özünü oğurlanmır, bir tərəfindən oğurlanır deyə passive voice olur. B niyə görə olmur? Has indiki bitmiş zamandır. Y niyə görə olmur? Had stolen olmaz, had been stolen olmalıdır. Sonra 54-cü testə baxaq. Yesterday keçmiş zaman zərfidir. Ona görə birinci hissəmiz olur keçmiş zamanda. Was met olmaz, had met olmaz. Met. Yesterday I met my friend whom I since isə indiki bitmiş zaman və ya keçmiş bitmiş zaman zərfidir. İndi baxaq, met olduğuna görə biz onu uyğunlaşdırmalıyıq keçmiş bitmiş zamandan. I hadn't seen since 1960. Metlə have olmaz, metlə so olar, amma since bitmiş zaman tələb edir deyə düzgün variant olur D variantı. 55-ci testə baxırıq. When the farmer home his horse stone. Aha. Fermer çatanda evə görür ki, onun atı oğurlanmışdı. Birinci atı oğurlanır, sonra fermer çatır. Deməli, biri olur bitmiş zamanda, biri olur sadə zamanda. Və atın oğurlanması daha əvvəl baş verib. Had returned, had been stolen olmaz. A variantı çıxır. When the farmer returned home, his horse had been stolen. Düzgün cavab B variantıdır. Sonra C variantında ikisi eyni zamanda olmaz. Has been stolen olmaz. Eyni zamanda Y variantında da had stolen yox, had been stolen olmalıdır. Çünki biri tərəfindən oğurlanıb. 55-də düzgün cavabımız ona görə olur B variantı. 56-ya baxaq. When I home the next day, the books where I them. Mən növbəti gün evə gedəndə kitablarımı qoyduğum yerdə tapdım. Əvvəl demək kitabı qoymuşam, daha sonra tapmışam. Kitabı qoyduğum vaxt daha əvvəldə tapdığım vaxtdan. Ona görə ən sonuncu cümləmiz I had left olur. Baxaq A variantına. Bunlar hər biri keçmişə aid olan keçmiş zamana aid olan variant seçməliyik. Went, found, had left. Bu düzgündür. Baxaq B variantına. Went, find, had left. Bu düzgün deyil. Find ilə had left bir cümlədə istifadə edə bilmirik. Biri indikidir, biri keçmiş bitmişdir. Arasında görün 2-3 zaman fərq var. B variantı çıxır. Was going, found, left.
Bu da düzgün deyil. Tərcümə etibarilə. Went had found this. Bu da düzgün deyil. Go found da olmaz. Demək, bir də deyirik. Düzgün cavabımız olur A variantı. When I went home the next day. Mən növbəti gün evə gedəndə I found the books where I had lived. Deməli, mən kitabı qoymuşam lap əvvəl. Birinci baş verən hadisə mənim kitabı evə qoyduğumdur. Daha sonra mən evə gəlmişəm və evdə qoyduğum kitabı yerində tapmışam. Deməli, birinci kitabı qoymuşam. İlk baş verən o deyə keçmiş bitmiş olur. Digərləri də keçmiş sadə zamanda istifadə olunur. 57-ci testə baxırıq. Deməli, he, me, that, he, a well-paid job. Was told olmaz, passive voice istifadə edə bilmirik. He told me that he has been olmaz. Y variantı he had been offered. Ona yaxşı bir would be offered düzgün struktur deyil. Yaxşı bir ödənişli, yaxşı maaşlı bir iş təklif edilib. Düzgün cavab olur D variantı. Sonra 58. The pyramids before iron. Deməli, birinci piramidalar tikilib, sonra dəmir kəşf olunub. Piramidanın və bu hər bir hadisə keçmiş zamanda baş verib. Piramidanın tikilməyini yazırıq keçmiş bitmiş zamanda. Dəmirin kəşfində yazırıq keçmiş zamanda. A variantı had been built düzdür, amma were discovered olmaz. Iron sayıla bilməyən isimdir. Was olmalıdır. B səhvdir. Was olmaz. Dedik birinci piramida tikilib. C düzgündür. The pyramids had been built before iron was discovered. D də səhvdir. Y də səhvdir. Sonra 59-cu testə baxırıq. The Browns say that. Browns say deyirsə, indiki sadə zamandadır. They have been or have had no gas since. Since varsa deməli özündən əvvəl gələn hissə olmalıdır indiki bitmiş zamanda. Baxın, since. Həm də burada say varsa onsuz da indiki zamana aid bir zaman yazmalıyıq. A variantımız qalsın, çıxmasın. Baxırıq. The Browns say that they have had no gas since they was moved. Moved insan öz-özünə tərpənir, hərəkət edir, köçür, kimsə tərəfindən yox. A variantı getdi. B had var gedir, C-də də had var gedir. Qalır və D və Y variantı. Belə bir test bayaqda var idi. Have been gas olmaz. Have had no gas olmalı. No gas or electricity. Belə bir test var idi yuxarıda. Düzgün cavabımız ona görə olur Y variantı. 60-cı testə baxırıq. The delegates are interested to know when the last contract. Deməli, when-lə keçmiş zamanda baş verən hadisənin zamanını soruşur. Ki, nə vaxt baş verib və last contract was signed. Keçmiş zamanda imzalanıb, bitib. Keçmişdə imzalanmış şeyi soruşur deyə, kontraktı soruşur deyə. Düzgün cavabımız olur A variantı. 61-ci testə baxırıq. 61-də I didn't touch her because I afraid she into the river. Didn't. Baxın, birinci hissədə didn't deyə cümləmiz digər hissədə keçmişə uyğun olmalıdır. I didn't touch her. Mən ona toxunmadım. Çünki I am olmaz. I was afraid she edə bilərdi. Deyir ki, mən qorxdum ki, o çaya tullanar. A variantı keçmişə nəzərən gələcək. D olmaz, Y olmaz. Çünki gələcəkdən danışır. Mən etmədim ki, olardı. Ona görə düzgün cavabımız olur A variantı. Sonra keçək 62-ci testimizə. Dr. Manson out of the hotel at 7. The car for him, he in and for the airport. Dəqiq zaman deyilirsə, keçmiş zamandan istifadə edirik. Ona görə C variantı, D variantı çıxır. Çünki dəqiq bir vaxt deyil. Baxaq. Dr. Manson went out of the hotel at 7. The car was waiting for him.
gözləyirdi. He got in and left for the airport. Düzgün cavab A-dır. B niyə görə olmur? And-lə birləşirsə, əgər iki xəbər, hər ikisi eyni zamanda olmalıdır. B-də çıxır, Y də eyni şəkildə çıxır. Baxaq 63-cü testimizə. 63. I was sure that she never there before. Sure keçmiş zamandır. Was keçmiş zamandır. Buna görə keçmişə uyğun zaman yazmalıyıq. A çıxır, B çıxır. Aha. Mən əminəm ki, never varsa hadn't olmaz. Qalır C və Y variantı. She had never been seen there before. She had never would never be seen olmaz. Düzgün cavab C variantı. Deyək ki, mən onun əvvəlcə orada olmadığını mən əminəm. Düzgün cavab olur C. 64-ə baxaq. She took the new suitcase which to her by her parents. Deməli, by her parents onun valideynləri tərəfindən hədiyyə verilib. Olur passive voice olmalıdır və keçmiş zamandırsa keçmiş bitmiş olur. Əvvəlcə valideynləri hədiyyəni alır, sonra o götürür. Düzgün cavabımız ona görə olur B variantı. Həm keçmiş bitmişdir, həm də ki passive voice. 65-ə baxaq. We knew that they knew olduğuna görə keçmiş zaman yazmalıyıq. A çıxır, B çıxır, C çıxır. Çünki A, B indiki bitmişdi. İndiki aiddir, C də indikidir. Olmur. We knew that they have lived in that city ever since they. Düzgün cavab 65-də Y variantıdır. Since they moved there. Have lived, have moved olmaz. Biri keçmiş, indiki bitmişin aidiyyatı yoxdur bir-birinə. Aralarında çox uzun zamanlar var. Neither my sister nor I anxious that night when we knock at the door. Dedik ki, cümləmizin mübtədası neither nor-la birləşirsə, özünə yaxın olan mübtəda ilə uzlaşmalıdır. Yəni was-la, həm də ki neither nor inkarlıq bildirirdi. İnkara ehtiyac yoxdur. A, B, Y çıxdı. Qalır A, C, Y çıxır, qalır B və D variantı. That night when we heard the knock at the door, we were heard passivedir. Ona ehtiyac yoxdur. 66 olur B. 67. He the mail which for a week. For indiki bitmiş zaman zərfidir. İkinci tərəfə baxaq, bitmiş zaman axtaraq. Və mail, which-dən əvvəl gələn mail özündən sonra which-dən sonra gələn feillə uzlaşır. Mail təkdə deyə üçün şəxsin təkini götürürük və passive voice formasını. Çünki mail kimsə tərəfindən cavablandırılmalıdır. Deməli, götürürük mailə görə üçün şəxsin təki passive voice forma. Baxırıq, A variantımız çıxır, have-dir deyə, B were-dir deyə çıxır, C də have-dir deyə çıxır, D-də də hasn't answered-dir, amma passive deyil deyə düzgün cavabımız qalır Y variantı. 68. Mr. Norton, his work as a manager in 20 and 9. Deməli, 20 and 9 düzgün vaxt, dəqiq vaxtı bildirir deyə olur keçmiş zamanda. Started. Elə burada bir dənə started D variantında. Ona görə düzgün cavab olur D variantı. Baxaq. Mr. Norton started his work as a manager in 20 and 9. Until then, he had worked as an assistant. O zamandan da bəri orada assistant kimi işlədi. Keçmiş zamanda deyə digər hissə olur. Keçmiş until then, he had worked as an assistant. O vaxtdan bəri də assistant kimi işləyib. Sonra keçmiş zaman deyə ona uyğun keçmiş bitmiş zamanı yazdıq. 69-cu testə baxırıq. You go now. Now indiki zaman istəyir bizdən. You go now, but you stay there as long as you wish. You can't go now, but you haven't. Deməli, have to-nun inkarı özü ilə düzəlmir. Ona görə A çıxdı. Sonra
C variantında able özündən sonra to istəyir, o da çıxdı. D variantı will be able to olmalıdır. Qalır B və Y variantı. İndi tərcüməyə uyğun baxaq. Sən you needn't go now, but you must stay there as long as you wish. Sən deyir bu dəqiqə getməyə ehtiyacın yoxdur, amma sən orada qalmalısın. Tərcümə uyğun gəlmir. You may go now. Sən indi gedə bilərsən. But you mustn't stay there as long as you wish. Amma sən orada ürəyin istədiyi qədər qalmamalısan. Düzgün cavabımız olur Y variantı. 70-ci testə baxaq. He is going to retire soon. O tezliklə təqaüdə çıxır. Then he work and realize his dream. A variantına baxaq. He don't yox doesn't olar. A variantı çıxır. B variantı will be able to istəyir özündən sonra çıxır. Y variantı will have özündən sonra to istəyir çıxır. D-də də won't be able to olmalı çıxır. Düzgün cavabımız qalır C variantı. Sonra 71. Why didn't you come? Sən nəyə görə gəlmədin? Because I helped my mother with her work. Didn't keçmiş zamandan danışır. Keçmişdən istifadə etməliyik. A variantına must var, A çıxsın. I couldn't, I must have. Must-ın əvəzinə had to olsaydı düzgün olardı. B-də çıxır, can't var. Wasn't able özündən sonra to istəyir, C çıxır. D-də də wasn't able to istəyir, çıxır. Düzgün cavab olur. Baxın, dedim had to olsa olardı. Y variantı. Sonra 72. And to do much, but she did everything she in order to help us. Baxaq. Demək, keçmiş zamandadır cümləmiz. Did var, didi gördük. Ona görə A variantımız çıxsın. And wasn't able to do. Baxın, to var, to do much. Çox şey edə bilmədi. But she did everything she could in order to help us. Amma o deyir, bizim ehtiyacımız olan, bizim üçün hər şey etdi. 72-ci cavabı B-dir. Baxaq digərləri niyə səhvdir. Was able. She has to olar, have to olmaz. Burada was able özündən sonra to tələb edir. Y-də tərcüməyə uyğun gəlir. 73-cə baxaq. Həm də can't to do olmaz Y-də. 73-cü testə baxırıq. No news, news sayıla bilməyən isimdir. Ona görə mübtədası olmalıdır təkdə. Since-dən əvvəl də gəlməlidir bitmiş zaman və from him. Xəbər kimsə tərəfindən eşidilir. Baxaq. A variantı çıxır, since var deyə. Burada indiki bitmiş olmalıdır. Have-lər çıxsın, has been heard. Have-lər də çıxır, çünki news uncountable noundur. No news has been heard from him since she left the country. O tərk edəndən, ölkəni tərk edəndən bəri. D variantı. Sonra 74. Last Sunday keçmiş zaman zərfidir. Deməli yazırıq keçmiş zaman bu hissədə. B çıxsın, D də çıxsın. Last Sunday I met a friend. Since-dən əvvəlki cümləmiz olur bitmiş zamanda. Keçmiş zamandadır artıq bu cümlə. Ona görə I hadn't seen since we left school. Düzgün cavabımız olur C variantı. Met left. Bunların ikisinin ortasında have olmaz. Didn't see də bu da keçmiş zamanda da olmaz. 75-ə baxırıq. James anyway. Anyway deyirsə inkar tələb edir. Deməli, ona görə B variantı, C variantı çıxsın. Simon either də inkar tələb edir. A variantı çıxır, D variantı çıxır. Düzgün cavabımız qalır Y variantı. I haven't found James anyway. Simon hasn't been found either.
Sonra keçirik 76-cı testimizə. When I ticket I that the film in our before. Baxaq A variantından başlayaq, yerinə qoyub baxaq. When I bought a ticket, I didn't know that the film had been demonstrated in our city before. Before deyirsə, demək, yəni əvvəl olmayıbdı. Düzgün cavabımız A variantdır. Baxaq gör digərləri nəyə görə səhvdir. But new hadn't demonstrated öz-özünün nümayiş olunmur, kimsə tərəfindən olunur film B çıxır. By new has olmaz C çıxır. Yenə də D və Y variantında da active voice-dadır. İkisi də had demonstrated deyə. Bu da çıxır, qalır A variantı. 77-ci testə baxırıq. This house 2 years ago keçmiş zamandır. Biz keçmiş zaman seçməliyik. Evdə kimsə tərəfindən rənglənir deyə passive voice olur. B çıxır, Y çıxır. This house was painted 2 years ago and I don't know when. Mən bilmirəm ki, o yenidən ikinci tərəfdə passive voice olmalıdır. A çıxdı. Sonra C-də çıxır, D qalır. Nə zaman? I don't know deyir olduğuna görə burada gələcək zaman istifadə edə bilərik. Düzgün cavabımız olur D variantı. 78. The operation before the hospital, but the doctor the operating room yet. Yet inkar tələb edir, bitmiş zaman tələb edir. A variantımız çıxır. Before'dan əvvəl gələn hissə keçmiş zamandadır. The operation had finished before I reached the hospital. Mən artıq hospitala çatanda operation bitmişdi. Birinci operation bitir, sonra hospitala çatır. Ona görə B variantı olur. The operation had finished before I reached the hospital, but the doctor hadn't left the operating room yet. Düzgün cavab olur 78-də B variantı. Digərləri niyə səhvdir? Had finished, had reached ikisi eyni zamanda olmaz. D-də də olmaz. Y-də niyə görə olmur baxaq. Y-də də zamanların yerini dəyişik yazılır. Bu formada olmaz. 79-a baxırıq. Your aunt lately recently dedik ki, indiki bitmiş zaman zərfidir. Ona görə A çıxır, B çıxır, Y çıxır. Qalır C və D. I haven't seen your aunt lately. She out of her house since. Since-dən əvvəldir, indiki bitmiş zaman gəlir. Ona görə 79 olur C variantı. D-də çıxır. She hasn't been out of her house since she bought her color TV. Sonra baxaq 80-ci testimizə. All these business letters by dinner yesterday. By keçmiş bitmiş zaman zərfidir. Ona görə də olur nə? Və cümləmiz olmalıdır passive voice formasında. Baxaq. A çıxır, B çıxır. Cümlə düzgün cavabımız olur Y variantı. Had been answered. Passivdə və keçmiş bitmiş zamanda, çünki by istifadə olunur. 81-ə baxaq. Miss Finch, advisor to the school history club since-dən əvvəl dedik ki, indiki bitmiş zaman gəlir və ya keçmiş bitmiş zaman. Burada indiki bitmiş zamanda A çıxdı, Y çıxdı. Since he came to teach at our school. O bizim məktəbə gələndən bəri keçmiş zamanda olub. Ona görə 81-də olur B variantı. 82-ci testimizlə davam edək. John said he the office until he the work. Said isə keçmiş zaman istəyir. Deyir ki, John deyir ki, he wouldn't leave the office. O ofisi tərk etməz. İşi bitənə qədər ofisi tərk etməyəcək. He wouldn't leave the office until he finished the work. Baxırıq digərləri nəyə görə olmur. A variantı iki tərəfdə had olmaz.
Həm də ki, tərcüməsi düzgün düşmür. İki tərəf would olmaz. İki tərəf inkarda da tərcümə ilə düz olmur. 7-də will olmaz, çünki burada said yazılıb. Ona görə düzgün cavabımız olur 82-də D variantı. 83-ə baxırıq. Mary asked her father if he deməli, if-dən sonra, askdan sonra indiki zaman gəlir. B variantımıza gəlin çıxaq. Çünki would be told olmaz. Passivdir. Was told da olmaz. Aha, qalır A, D, Y variantımız. Mary asked her father if he would tell her a tale when he returned home. Deməli, düzgün cavabımız A variantdır. Baxaq niyə digərləri olmur? Y olmaz, would ikisi də olmaz. Burada da when-dən sonra would gəlməz. Düzgün cavabına görə olur A variantı. 84-cü testimizə baxırıq. The Smiths were given in their hotel as their house had been destroyed. Ev kimsə tərəfindən dağılır. Ona görə də passive voice olur. The Smiths were given rooms. Smithslərə otaq verilib. O da kimsə tərəfindən verilibdir. Hər iki tərəfdə olmalıdır passive voice-da. A variantı 84-də düzgündür. Düz cavabımız A-dır. Baxaq görək niyə digərləri uyğun gəlmir. B-də birincisi aktivdədir. Hər ikisi passiv olmalıdır. C-də də D-də have been olmaz, had been olmalıdır. Y-də də aktivdir, biri passivdir. Düzgün cavab olur A variantı. 85-ə baxaq. A contract is a document which is olduğuna görə indiki zamandan söhbət gedir. Which-dən əvvəl document gəlibdir. Which-dən sonra gələn feilimiz onunla uzlaşır. Ona görə is olmalıdır. Which is signed kimsə tərəfindən imzalanıb deyə olur passive voice-da. Which is signed after talks will over. Düzgün cavab 80 no. Will over no, are over. Çünki söhbətdə, danışıqlarda bəzi kimsə tərəfindən aparılır. Are over olur. Düzgün cavabımız olur 85-də D variantı. 86. She me to let her when her mother. She tutaq ki she will ask me to let her know when her mother has returned. A variantı düzgün deyil. Baxaq B variantına. She asks me to let. She asked me to let her know when her mother would return. O məndən soruşdu ki, mən ona deyim, onun anası nə vaxt qayıdacaq. Düzgün cavab 86 C variantı. Artıq burada tərcüməyə əsaslanaraq yazmalıyıq. 87-ci testdə davam edirik. I along that street when suddenly I heard footsteps behind me. Somebody following me. Baxırıq, heard keçmiş zamandadır. Biz digər hissədə keçmiş zamana aid bir zaman yazmalıyıq. A variantı olmaz, çünki is following uyğunlaşmır, A çıxır. A çıxdı. B-də I was walking along the street when suddenly I heard the footsteps behind me. Somebody was following me. Düzgün cavabımız B-dir. Niyə? Mən qəfildən bir səs eşidəndə arxamda mən küçə boyunca yeriyirdim. Bu hadisə davam edir. Ona görə was walking olur. Somebody was walking me. Eyni hadisə mən yeriyəndə davam edir. Kimsə məni təqib edirdi. Mənim arxamda gəlirdi. Ona görə olur B variantı. S niyə olmur? Zaman uzlaşması düzgün deyil. S-də zaman uzlaşması düzgün deyil. D-yə baxırıq. Burada da düzgün deyil. Walked olmazdı. Was walking olmalıdır. Y-də də eyni şəkildə. Hadisə
mənim kimsə məni izləməyinə, mənim küçədə getməyim eyni vaxtda baş verir. Sonra 88-ə baxırıq. We far when we suddenly a great red bus. A variantı. We went far when suddenly saw a great red bus. Bu düzgün deyil. Çünki ikisi də eyni anda ola bilməz bunların. Deyir ki, mən uzağa getməmişdim, mən qəfildən. Biz çox uzağa getməmişdik. Qəfildən qırmızı böyük avtobusu görəndə. Birinci getməmişdik olur, sonra görürlər qırmızı avtobusu. Ona görə də düzgün cavab birinci tərəf olmalıdır. Keçmiş bitmiş zamanda, ki digər tərəf olsun keçmiş sadə zamanda ya da indiki bitmiş, indiki sadə. Burada A variantımız çıxır. B keçmiş bitmiş, keçmiş zaman baxaq. We hadn't gone far when we suddenly saw a great red bus. Düzgün cavabımız budur. C variantı olmur. C keçmiş zamana uzlaşmır. D variantı zaman uzlaşması düzgün deyil. Y variantı da eyni şəkildə. Sonra 89-cu testimizə baxırıq. When Carrie the wind a little and somewhere behind the house a bird. When Carrie went out. B olmaz. Nəyə görə goes olmalıdır? B variantımız çıxır. Baxaq A variantımıza. When Carrie went out, the wind had been stopped. Olmaz. Külək öz-özünə dayanır. Kimsə tərəfindən kəsilmir. A variantda çıxır. C-yə baxaq. When Carrie went out, the wind had stopped. Düzdür. A little and somewhere behind the house a bird was singing. Bu proseslər baş verən anda quş mahnı oxuyurdu. Davam edici. Düzgün cavabımız C variantdır. D niyə olmur? Was stopped olmaz. Y-də də sings yox, is singing olmalıydı. Əgər düzgün olsaydı bu variant. Olur C variantı. 90-a baxaq. When we went out. Keçmiş zamandadır birinci hissə. Demək, ikinci hissəmizdə keçmiş zamanda uyğun yazmalıyıq. Yet bitmiş zamanın inkarının zaman zərfidir. Ona görə A çıxsın. Biz inkar və bitmiş zaman axtarmalıyıq. D də çıxsın, B də çıxsın. The moon hadn't risen. But a lot of stars. Stars cəmdə olduğuna görə were shining olur. Y variantı. Düzgündür. Was shining olmaz. Sonra keçirik 91-ci testimizə. When Napoleon reach feili davam edici işlənə bilməz. Çünki bir yerə çatdıq, çatırıq. Reaching olmaz. D variantı çıxır. When Napoleon reached the town at last, he saw it in flames. In a short time, all had been destroyed olmalıdır. Çünki passive voice istifadə etməliyik. Çünki kimsə tərəfindən dağıdılıb. A variantı çıxır. Sonra B-ni saxlayaq. C-ni də hələ saxlayaq. Deməli, Y variantımız da çıxsın. Napoleon şəhərə çatanda it in flames. Hər ikisi eyni vaxtda baş verdi. Y də çıxır. Bu ilk cümlənin hər iki feili eyni zamanda baş verdi. C də çıxır. Düzgün cavabımız olur B variantı. 92-ci testimizə baxır. The girl said that she never a moment in the house where nobody heard. Never varsa cümlədə əlavə nota ehtiyacı yoxdur. C variantı çıxsın, Y variantı çıxsın. İkinci tərəfdə də nobody var. İkinci tərəfdə də inkara ehtiyac yoxdur. Heç inkar yoxdur ikinci tərəfdə. Baxaq. The girl said that she never a moment in the house where nobody heard.
Nobody was liked her olmaz. D variantı 92-də çıxır. Qalır A və B variantı. Fərqə baxaq. Cümləmiz keçmiş zamana uyğun olduğuna görə B variantı olur. Nobody liked olmalıdır. İndiki zaman olmaz. Uzlaşma düzgün olmur onda. Sonra 93-cü testə baxırıq. He that her feelings had been destroyed. Aha. İki zaman ilk fe'limizdə uyğun zamanlarda olmalıdır. Her feelings has been olmaz. Feelings cəmdədir, ikinci səhv cəmdə olmalıdır. A variantımız çıxsın. C variantımız da çıxır, was da çıxır, qalır D və Y variantı. He's sorry that her feelings have deeply hurt olmaz. Had been deeply hurt olar. Çünki onun passive voice olmalıdır. İncidilib. Kimsə tərəfindən incidilib. Ona görə olur. Düzgün cavabımız Y variantı 93-dür. 94-də baxaq. The rain by the afternoon. By dedik ki, keçmiş bitmiş zaman zərfidir. Ona görə B, C, D çıxsın. Qalır A və Y. The rain had stopped by the afternoon, but a strong wind. Amma güclü külək hələ də davam edir. Davam edici zamanda was blowing and the sky was covered with dark clouds. A variantı niyə olmur? Covered, was covered olmalıdır. Çünki sama öz-özünə bağlamayıb da dark clouds vasitəsilə onlardan ibarət olaraq bağlanıb. Həm də ki, külək hal-hazırda əsməyə davam edir. Ona görə Y variantı olur. Baxaq 95-ci testimizə. Those who attention something. Cüzdan son hər iki fe'limiz sözü ilə uzlaşmalıdır. Hər ikisi deməli cəmdə olmalıdır. Baxırıq A variantına. Those who pay attention learn something. Okay, düzdür. B variantında hər ikisi üçün şəxs təkində çıxır. D-də də has var deyə çıxır. Y-də də has var deyə çıxır. C-də də S var deyə çıxır. Düzgün cavabımız olur A variantı. Keçirik 96-cı testimizə. I here for a month. Dedik ki for hansı zaman zaman zərfidir? Bitmiş zaman, indiki bitmiş zaman. I have been here for a month. A variantı, Y variantı çıxır. But no time to go anywhere. D variantı da çıxır. Çünki bir cümlədə iki not işlənməz. I demək qalır B və C variantı. Düzgün cavab. But I have had no time to go anywhere. Amma mənim çox vaxtım yoxdur. C variantı olmur. Nəyə görə? Çünki köməkçi fe'l yoxdur orada. 97-ci testə baxırıq. 97-də for some time we where she and what. 97-də A variantı olmaz. Çünki ikisi indiki zamanda, biri keçmiş zaman uzlaşmır. A çıxsın. Didn't realize where she was olar. B variantda çıxır. For some time she didn't realize where she was and what had happened. Düzgün cavab C olur. Nəyə görə D deyil, has var deyə, nəyə görə Y deyil, zaman uzlaşması burada yoxdur. 97 olur C. 98. We hurried because we thought that the bell. Biz tələsirdik çünki biz düşünürdük ki artıq evin zəngi çalınıb. Deməli, A variantı çıxır. Had already rang olmaz, rang olar. A variantımız çıxsın. D, Y variantımız da çıxır. Çünki D variantımız çıxsın. Y variantımız hələ ki qalsın. Baxırıq. We were hurrying. Biz tələsirdik. Davam edici zamandadır. Y də çıxır. B və C variantları arasında qalmışıq. İki zaman keçmişdə deyə C variantında has onlarla uzlaşmır. Düzgün cavabımız 98-də olur. B variantı.
99-da I looked at the stranger. It seemed, geçmiş zamanda da seems olmaz. It seemed to me that I had met him somewhere. Deməli, mənə elə gəlirdi ki, mən onu nə vaxtsa görmüşəm. Birinci görmüşəm o zaman gəlir, sonra mənə elə gəlirdi ki, gəlir. İkinci hərəkət birinci hərəkətdən əvvəl baş verir deyə 99-da olur B variantı. Keçək 100-cü testimizə. 100-cü testimiz bizim son qapalı testimizdir. They for 2 hours when the manager back. For bitmiş zamanın zaman zərfidir. Bir dəqiqə. For bitmiş zamanın zaman zərfidir. Ona görə də B variantımız çıxır. C-də çıxır, D-də çıxır, Y-də çıxır. Düzgün cavabımız qalır A variantı. They had been working for 2 hours. Onlar 2 saatdir ki işləyirdilər, davam edir. When the manager came back. A variantı düzgündür, zaman uzlaşması da düzgündür. Keçək 101-ci testimizə. He a car as soon as he driving test. O maşını alacaq. O driving testdən, deməli sürücülük testindən keçən kimi maşını alacaq. İkisi eyni anda baş verəcək. Hər ikisini eyni zamanda yazmalıyıq. He bought a car as soon as he passed his driving test. Bu düzdür. Eyni zamanda olur. Bir də he will buy a car as soon as gələcək zamanda da yaza bilərik. O sürücülük testindən keçən kimi maşın alacaq. Birinci olur aldı, ikinci olur alacaq. 3 də eyni zaman deyil, biri birindən əvvəl baş verir. 4-də as soon as-dan sonra orada will yaza bilmirik. Düzgün olmur. Tərcümə etibarilə 5-də də ikisində də would olmaz. Sonra keçirik 102-ci testimizə. The delegates with accommodation and lunch tickets as soon as the delegates were provided with accommodation and lunch tickets as soon as they arrived. Düzdür. Birinci testimiz düzdür. 2-də ikisində də would olmaz. 3-də had ilə arrives uyğunlaşmır. 4-də the delegates will be provided with accommodation and lunch tickets as soon as they arrive. Onlar gələn kimi təmin olunacaqlar. Onlar gələn kimi təmin olundular. 1-4 düzdür. 5-də də they are provided as soon as-dan sonra uyğun gəlmir will. 1-4. Sonra 103-cü testimizə baxırıq. Joseph, a beautiful portrait on the wall of his room as soon as he dedik eyni zamanda olur. Joseph hung a beautiful portrait on the wall of his room as soon as he repaired it. Bu düzdür. Bir də 2. Will hang repairs. 3 niyə olmur? As soon as-dan sonra would olmaz, will olmaz. 104-də baxaq. The chief his study as soon as he 3-4 çıxır. Would, will var. Düzgün cavabımız olur 1 və 2. Testlərimizin sonuna gəldik. Əgər bu mövzu haqqında hər hansı bir sualınız olarsa, şərh bölməsində qeyd edərsiniz. Növbəti videolarımızda görüşənədək hələlik.